Kimya maddələr haqqında elmdir. Maddələrin xassələrini, alınmasını, çevrilmələrini və bu çevrilmələr zamanı müşahidə olunan hadisələri öyrənir. Biz kimyanı öyrənməklə hansı maddələrin faydalı, hansı maddələrin zərərli olduğunu öyrənirik. Və həmin o zərərli maddələrlə necə davranmaq lazımdır, məhz kimyada öyrənirik. Təbiətin verdiyi maddələrə təsir etməklə onlardan yeni süni maddələr istehsal edirik. Yəni həyatımızı kimyasız təsəvvür etmək mümkün deyil. Kimyada maddə və cisim anlayışını fərqləndiririk. Maddə, materiyanın kütlə və həcmə malik olan bir hissəsidir. Ətrafımızda gördüyümüz bütün cisimlər maddələrdən təşkil olunmuşdur. Maddə və cismin fərqi nədir? Yadda saxlayaq ki, cismin müəyyən forma və ölçüsü olur. Maddələrin isə forma və ölçüsü yoxdur. Məsələn, su maddədir. Lakin su damcısı müəyyən bir damla forması olduğu üçün, müəyyən bir ölçüsü olduğu üçün su damcısı deyirik ki, cisimdir. Məsələn, qızıl maddədir. Lakin qızıl külçəsi dediyim zaman bu olacaq cisim. Niyə? Çünki qızıl külçəsi müəyyən bir düzbucaqlı formasındadır, müəyyən bir ölçüyə malikdir. Forma və ölçüsü olduğu üçün cisimdir. Qranit maddədir. Lakin qranit parçası müəyyən bir formaya, müəyyən bir ölçüyə malik olduğu üçün cisimdir. Burada müxtəlif maddələr və onlardan hazırlanan cisimlər göstərilmişdir. Görürük ki, məsələn, dəmirdən mismar, gildən səhəng, kvars və qızıldan istifadə edilərək zinət əşyaları hazırlanmışdır. Ağacdan, taxtadan dolab hazırlanmışdır. Mərmərdən mərmər sütun hazırlanmışdır. Yəni, müxtəlif maddələrdən müxtəlif cisimlər hazırlanıb. Gördüyümüz kimi cisimlər müəyyən bir formaya, müəyyən bir ölçüyə malikdir. Və yadda saxlayaq ki, eyni bir maddədən müxtəlif cisimlər hazırlaya bilərik. Və həmçinin də eyni bir cismi müxtəlif maddələrdən hazırlaya bilərik. Məsələn, dolabı taxtadan da hazırlaya bilərəm, dəmirdən də hazırlaya bilərəm, plastikdən də hazırlaya bilərəm. Burada məsələn göstərmişik qızıl maddəsi. Qızıl maddəsindən müxtəlif cisimlər hazırlanmışdır. Zinət əşyaları, üzük, sırğa, boyunbağı, bilərzik, saat və s. hazırlana bilər. Həmçinin qızıl külçələr, medallar hazırlanmasında istifadə edilə bilər. Stomatologiyada dişlərin hazırlanmasında istifadə edilə bilər. Yəni, dediyimiz kimi, eyni bir maddədən biz müxtəlif cisimlər hazırlaya bilərik. Həmçinin də eyni bir cismi müxtəlif maddələrdən hazırlaya bilərik. Burada da maddə və cisimlərə aid misallar göstərilmişdir. Məsələn, alüminium qaşıq cisimdir. Onun hazırlandığı alüminium maddədir. Dəmir çəkic cisimdir. Onun hazırlandığı dəmir maddədir. Rezin top cisimdir. Hazırlandığı maddə rezin maddədir. Şüşə stəkan cisimdir. Onun hazırlandığı şüşə maddədir. Burada digər maddələrdə misallar verilib. Məsələn, su, benzin, hava, oksigen, şəkər, xörək duzu, yod, spirt, karbon qazı və s. Bunlar hamısı maddələrdir. Maddələrin xassəsi anlayışı var. O nədir? Maddələri bir-birindən fərqləndirən və onların oxşarlığını müəyyən edən əlamətlərə maddənin xassəsi deyilir. Maddənin iki cür xassəsi vardır. Fiziki xassə, kimyəvi xassə. Fiziki xassə nədir? Maddənin aqreqat halı, sıxlığı, rəngi, iyi, dadı, istiliyi keçirmə qabiliyyəti, elektriki keçirmə qabiliyyəti, ərimə temperaturu, qaynama temperaturu, donma temperaturu, suda həll olma qabiliyyəti. Bütün bu sadaladıqlarım maddənin fiziki xassəsidir. Bəs kimyəvi xassə nədir? Maddənin başqa maddəyə çevrilməsini xarakterizə edən xassəsi maddənin kimyəvi xassəsidir. Məsələn, maddələrin reaksiya qabiliyyəti, onun yanması, korroziya uğraması, parçalanması, oksidləşdiricilik qabiliyyəti, reduksiya edicilik qabiliyyəti və s. bunlar hamısı maddənin kimyəvi xassələridir. Yəni, maddənin reaksiya qabiliyyətindən danışırıqsa, bu artıq maddənin kimyəvi xassəsi olacaq. Burada bir nümunə verilib. Hidrogen sulfid lağ yumurta iyi verən qazdır. Gördüyümüz kimi buradan qaz, aqreqat haldan söhbət gedir və iydən söhbət gedir. Və biz də dedik ki, iyi, aqreqat hal maddənin fiziki xassəsidir. Digər bir nümunə, fosfin havada öz-özünə alovlanır. Aha, burada onun reaksiya qabiliyyətindən, yanmasından danışırıq. Artıq bu olacaq maddənin kimyəvi xassəsi.
Burada bir test nümunəsi verilib. Cisim və maddəni seçməyimizi istəyir. Deyir X cisimdir, Y isə maddədir. Müəyyən edək. A variantına baxaq. Masa cisimdir, oksigen maddə. Su maddədir, hidrogen maddə. C bəndində oksigen maddə, toxum isə cisimdir, müəyyən forması, ölçüsü var. Stəkan cisimdir, masa cisimdir. Çünki müəyyən forma və ölçüləri var. Bitki yağı maddədir, su maddədir. Bizdən cisim və maddəni istəyirdi. Doğru cavabımız A variantı. Növbəti sualda da yenə cisim və maddəni fərqləndiririk. A variantında hidrogen maddə, su da maddədir. Alüminium maddə, masa isə forma və ölçüsü olduğu üçün cisimdir. C variantında parta cisimdir, müəyyən forma ölçüsü var, su maddədir. Qranit parçası müəyyən forma və ölçüsü olduğu üçün cisimdir, masa müəyyən forma və ölçüsü olduğu üçün cisimdir. Y bəndi su maddədir, oksigen maddədir. Cisim və maddəni istəyir, doğru cavab C variantı, parta və su. Növbəti bir çalışma maddələrin xassələrinə aiddir. Birinci ifadəni oxuyaq. Azot rəngsiz, iysiz qazdır. Söhbət nədən getdir? Qaz, aqreqat haldan. İy, rəng. Biz də dedik rəng, iy, aqreqat hal maddənin fiziki xassəsidir. Əhəng daşı qızdırıldıqda parçalanır. Parçalanmasından, reaksiya qabiliyyətindən söhbət getdi. Bu olur maddənin kimyəvi xassəsi. Kalium adi şəraitdə su ilə reaksiya girir. Reaksiya qabiliyyətindən danışdıq. Maddənin kimyəvi xassəsidir. Qatı sulfat turşusu şəkəri kömürləşdirir. Müəyyən bir reaksiya gedir ki, orada rəng dəyişikliyi baş verir. Deməli, bu maddənin kimyəvi xassəsidir. Xrom ən bərk metaldır. Burada heç bir reaksiya baş vermir. Ona görə də bu maddənin fiziki xassəsidir. Gümüş elektriki yaxşı keçirir. Elektriki keçirmə qabiliyyəti fiziki xassədir. Flor güclü oksidləşdiricidir. Oksidləşdiricilik, reduks edicilik qabiliyyəti kimyəvi xassədir. Çünki maddə nə zaman oksidləşdirici və reduks edici xassə daşır? Reaksiyada. Reaksiya zamanı elektron alışı və verişi baş verir. Ona görə də kimyəvi xassədir. Azot dioksid qonur rəngli qazdır. Söhbət qaz, aqreqat haldan və rəngdən getdi. Buna görə də bu maddənin fiziki xassəsidir. Dəmir soyuq qatı nitrat turşusu ilə reaksiyaya girmir. Reaksiya qabiliyyətindən söhbət getdi. Bəzən uşaqlar fikirləşir ki, reaksiya girmir deyirsə bu fiziki xassədir. Reaksiya girir deyirsə kimyəvi xassəsidir. Xeyr, istəyir reaksiya girsin, istəyir girməsin. İstəyir reaksiya baş versin, istəyir baş verməsin. Biz onun reaksiya qabiliyyətindən danışırıqsa bu maddənin olacaq kimyəvi xassəsi. Etil spirti suda yaxşı həll olur. Fikir verək, suda yaxşı həll olur deyir. Su ilə reaksiya girir demir. Biz də dedik ki, suda həll olma qabiliyyəti maddənin fiziki xassəsidir. Cıva adi şəraitdə maye halında olan metaldır. Aqreqat haldan söhbət getdi, maye. Deməli, maddənin fiziki xassəsidir. Bu qədər. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın.